Sevinç xanım, bunlar mən dünən də dostların efirlərinin birində dedim. Bilirsiniz, Bəli. ötən həftələrdə Azərbaycanla İsrail arasında bir sənəd imzalandı və o sənədin Rəşad Nəbiyev, bizim rəqəmsal inkişaf və deməli yüksək texnologiyalar naziri deməli İsraildə idi və Netanyahunun bilavasitə şahidliyi ilə, yəni orada bir sənəd imzalandı. Bunların İsrailin adı gələn kimi Azərbaycan-İsrail və yaxud da Azərbaycan-Amerika münasibətləri dərhal bunların təzyiqi qalxır. Bunlar normal insan deyirlər axı. Bunlar normal insan olsa, bunlar sadəcə olaraq bunu həzm eləyə bilmirlər. Və bu xəstələrə demək lazımdır. Bunlar doğrudan da xəstədir. Bunlar həkimə özlərini göstərsinlər. Bunlar harda görüblər ki, Azərbaycanda İsrailin hərbi bazası var, Amerikanın hərbi bazası var. Harda gəzirlər bu belə lunatiklar ki, biz bunu Azərbaycanda yaşayan insanlar bilmirik. Mən hərbi sahəyə bəlkə də çoxlarından belə dedi, indi biraz yekəxana səslənməsin. O sahə ilə maraqlanıram, o sahə ilə belə deyək də təmasdayam. Mən hələ bir dəfə eşitməmişəm ki, hansısa bir Amerika hərbiçisi gəlib burada nə bilim hansısa bir iş qurur. Yeganə, yəni Azadlıq prospektində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi, bu da sir deyil də, hamı bilir. O səfirlikdə bir dənə hərbi ataşedir, bir də onun yanında olan, böyür başında olan 2-3 dənə köməkçisidir. Vəssalam, şüd tamam. Əli Şamxani harda görüb ki, bu keçən ilin iyunundan sən demə bu Amerikalılar, nə bilim İsraillər Azərbaycan ərazisindədirlər, amma bu İranda otura-otura şalvarından xəbəri yoxdur, özündən xəbəri yoxdur. Harda oturub, harda durur. Bunun başqa yərgah rəisini uçurtdular göyə. Bir başqası olsaydı gülləni alnının ortasından taxardı. Amma bu keçi saqqal hələ də belə deyək də başlayıb Azərbaycana dərs keçməyə ki, Azərbaycan sən demə burada gizli hərbi bazalar saxlayır. Bu qeyrətsizdir, bilirsiniz necədir? Bu Şamxanidir, Laricanidir, Əli Əkbər vilayətidir, nə bilim nə zibildir. Bunlar hamısı tamam başqa məqsədlərə qulluq edən şəxslərdir.